Uşaq dərslərində çox uğurludur, dərslərində mükəmməldir, amma ünsiyyət qura bilmir dostlarına, rəfiqələrindən, mənimlə, gizli-gizli ağlayır, depressiyadadır, sanki bilmirəm. İstədiyi vaxt gəzir, əylənir, istədiyi hər şey olunur. Yəni, nəyə çatmır bilmirəm. Bu uşaqlarda unutmaq olmaz ki, uşağın sevgisi çatmır, dəyəri çatmır, özünü ifadəsi çatmır. Bütün resurslarını valideyni məmnun etmək üçün dərsə yönəldir. Çünki valideyn ondan sadəcə dərs istəyir, amma sevgi yox. Məni gör, mənim ünsiyyət istəmir. Çünki valideyndə də o yoxdur. Ondan da o istənilmir. Ona görə də uşaq məcburdur, ona verilən istəklərinin qarşılığında valideynin istəyini verir, ondan nə istəyirəm dərs. Ona görə bütün potensialını, bütün enerjisini dərsə yönəldir və ancaq oxuyun, yəni sertifikatları yığın. Amma bu uşaq xoşbəxt deyil. Çünki o onu istəmir. Ona istəyir, sualı verilməyib. Bəlkə də verilib. Qorxduğu üçün düzgün cavab verilməyib. Ona görə də uşağın psixoloji durumunu nəzər yetirin. Onun gizli-gizli ağlaması, depressiyada olması, uşaqlarla ünsiyyət qura bilməməsi, öz potensialını istifadə edə bilməməsinə səbəb onun psixoloji durumudur. Sabah uşaq əla qiymətlərlə universitetdə bitirə bilər, işləyə də bilər, amma onun ünsiyyət qura bilməmək bacarığı hər yerdə ona mane olacaq. İnsanlarla dil tapa bilməməsi, özünü ifadə edə bilməsi, ən əsası da özünü tanıya bilməməsi. Əsas da qeyd edim ki, uşağı müəyyən kurslara qoya bilərik, təhsilinin üstünə ciddi şəkildə düşə bilərik. Amma bunlardan da önəmli onun psixoloji durumu, emosiyaları, hissləri, enerjisi yüksək və aşağı olmasıdırmı? Ən önəmlisi budur. Buna yetirsəniz nəzər, buna diqqət önəmli yerdə olsa, digər çətinliklər aradan qalxa bilər. Əgər buna diqqət yoxdursa, əldə etdiyimiz təhsillə bağlı, hər hansı bir işlə bağlı uğur tamamlanmamış olacaq. Niyə? Çünki biz özümüzü tanımırıq. O işin sadəcə hər hansı bir qazanc əldə etmək məqsədi ilə işləyiriksə o işdə, o bizə sevgi, hüzur gətirməyəcək. Sadəcə o maddi asıllığa görə o işdə işləyirik. Amma o uşaq bilsə ki, hansı iş ona həzz verir, hansı işdə daha özünü xoşbəxt hiss edəcək, o işi hər zaman daha da pilləkənləri daha da qalxaraq yaşayacaq. Yerində sayırıq, yox, o işə sadəcə maddi qazanc üçün getməyəcək, o işi həzz üçün getdiyinə görə əldə etdiyi uğurlar daha profesional şəkildə olacaq. Buna görə də valideynlərə tövsiyəm odur ki, öncə uşağın psixoloji durumu, o əgər narsistik problemi varsa, egosu yüksəkdirsə, başqalarını əzirsə, başqalarına yoxdan gəlirsə, ciddi şəxsiyyət pozuntusu var, davranış pozuntusu var və bunları həll edərək biz gələcəkdə görə biləcəyimiz hər hansı bir işdə uğurlu və profesional ola bilərik. Təşəkkür ederim.